Dostlar salam və hər zaman kimi hər vaxtınız xeyir olsun. Bugün yeni təqdim olunan və Azərbaycanda yenicə satışa çıxmış Honor 600 Lite modeli haqqında danışacağam. Tam tərəfsiz formada cihazın həm müsbət, həm də mənfi detallarını dəyərləndirib yaşadığım istifadəçi təcrübələrini sizinlə bölüşəcəm. Ənənəvi şəkildə ilkin olaraq Azərbaycanda rəsmi satış qiymətindən başlayım. 8 GB-lıq RAM və 256 GB-lıq daxili yaddaş seçimində smartfon nağd alış zamanı 150 manat endirimlə 750 manata satılır və artıq şəbəkə mağazalarından smartfonu rahatlıqla əldə etmək mümkündür. İlk olaraq smartfonun bu il əldə etdiyi ilk ciddi yenilikdən başlamaq istəyirəm. Honor X8D modelində olduğu kimi Honor 600 Lite-a da süni intellekt düyməsi əlavə olunubdur. Lakin bu dəfə düymə sol tərəfə yox, tam olaraq ilk dəfə iPhone 16 seriyasında gördüyümüz sağ aşağı hissəyə yerləşdirilibdir. Düymənin çalışma prinsipi də sırf iPhone-larda olana bənzərdir. Bir dəfə, iki dəfə sıxıb və sıxıb saxlamaqla 3 fərqli əmri icra eləmək olur və bu toxunuşlara təklif olunan bəzi funksiyaları istəyə uyğun əlavə etmək mümkündür. Məsələn, düyməni bir dəfə sıxdıqda kamera, iki dəfə toxunduqda Google Circle to Search və AI Memory səhifəsi açılır. Tam sıxıb saxladıqda isə yeni gələn AI Settings'ə keçid eləyir. Dediyim kimi, sazlamalardan bu funksiyaların yerini dəyişmək və başqa imkanlar da seçmək mümkündür. Ən maraqlı xüsusiyyəti isə iPhone-larda olduğu kimi bu hissənin toxunuş həssaslığı ilə idarə olunmasıdır. Yəni kamerada olanda sadəcə barmağı düymənin üzərində hərəkət elətdirməklə görüntünü yaxınlaşdırıb uzaqlaşdırmaq mümkündür. Əgər mənim səmimi fikirlərim maraqlıdırsa, mən bu zoom məsələsini heç iPhone-da da bəyənmirdim. Çünki o qədər də istifadəyə yararlı deyil. Amma indiki halda 750 manata satılan bir cihazda belə bir xüsusiyyətin olması və əlavə olaraq 3 fərqli funksiyanı basıla bilən bir düymə ilə işə salmaq imkanı məncə Honor 600 Lite üçün kifayət qədər üstün özəllikdir. Düymələrdən danışmışkən gövdə və dizayn dəyərləndirməsini eləyək. Bu cihaz segmentində ən premium və elegant görünüşə sahib olan cihazlardan biridir. Çünki smartfonun şassisi və korpusu tam olaraq metaldan hazırlanıbdır. Arxa tərəfində isə barmaq izi götürməyən sıxlaşmış plastik istifadə olunubdur. Bu ikili istənilən cihazda təbii olaraq premium hissiyat yarada bilir. Üstəlik 180 qram ağırlıq, 7.3 mm-lik incə gövdə, az hiss olunan ekran çərçivələri və kənardan oval bükülmələr smartfona əsl flaqman havası qatıbdır. Arxada kamera quruluşu dəyişibdir. İndi burada bir blok daxilində 2 kamera və 1 ədəd LED flash yerləşdirilib. Yenə də bu görüntü bizə iPhone-ları xatırladır, amma məndən soruşsanız, bu smartfonda ən bəyəndiyim detal məhz elə dizayn oldu. Honor həqiqətən orta segmentin girişi üçün çox iddialı, incə bir smartfon hazırlayıbdır. Lakin bütün bunların qarşılığında toz və su qoruması tərəfində IP66 sertifikatı verilibdir. Yaxşı olardı ki, biz burada 67 və yaxud 68-i görərdik, amma brend qismən kəsinti eləyib. Bu da o deməkdir ki, smartfonu su altında istifadə etmək məsləhət deyil, cihaz yalnız toz və təzyiqli su axınlarına qarşı davamlıdır. Bir xoş xəbəri də əlavə edeyim ki, bu incə gövdənin SGS sertifikatı var. Bu isə gövdənin həm də ekranın daha dayanıqlı olması mənasına gəlir. Ekranla davam eləyək. Öndə alüminosilikat şüşəsi ilə qorunan 6.6 düymlük 120 Hz təsvir yenilənmə tezliyinə sahib AMOLED bir panel var. Bu şüşənin adını ilk dəfə eşidənlər üçün izah edeyim ki, şüşənin hazırlanması prosesində alüminium oksid və silisium oksid tərkiblərindən istifadə olunur. Bunun sayəsində ekran mexaniki zərbə və cızıqlara qarşı daha davamlı hala gəlir. Bu paneldə hər düymə düşən piksel sayı 434-dür. Normal istifadədə panel 800 nit, günəş işığı altında isə 2000 nit parlaqlığa qalxır. Maksimum rəqəm isə 6500 nitdir. Amma tam olaraq bu rəqəm sizi aldatmasın. 6500 nit ekranın yalnız 1%-ni əhatə edə bilir. O da HDR məzmunlarda bəzi pikselləri ultra işıqlı vermək üçün, məsələn, günəşin parlamasını və yaxud da ki, odun yanmasını göstərmək üçün. Yəni günlük istifadədə 800 niti təmin eləyəcək. 90.1% kimi fantastik ekran gövdə nisbəti həqiqətən möhtəşəmdir. Bu da gözlənilən idi, çünki ekranı əhatə edən çərçivələr olduqca incə formada hazırlanıb. Batareya tərəfi olduqca təəccüblüdür. Honor 600 Lite 6520 mAh-lıq tutumlu yeni nəsil litium polimer batareyası ilə təchiz olunubdur. Cihazın cəmi 7.3 mm incəliyində olan gövdəsini və yüngüllüyünü nəzərə alanda belə nəhəng bir tutumun bura necə sığışdırılması təbii ki, maraq doğurur. Sirri isə Honor mühəndislərinin bu litium polimer batareyasının daxili strukturunda silikon karbon texnologiyasından istifadə etməsidir. Ənənəvi batareyalardan fərqli olaraq bu xüsusi tərkib enerji sıxlığını ciddi şəkildə artırır. Yəni mühəndislər batareyanın fiziki ölçülərini böyütmədən sadəcə hüceyrə səviyyəsində materialı təkmilləşdirərək daha çox tutum əldə ediblər. Nəticədə həm cihazın zərif dizaynı qorunubdur, həm də istifadəçiyə daha uzun müddətli enerji ehtiyatı təqdim olunub. Sürətli enerji tərəfində isə göstərici 45
wattdır. Bir Çin brendi üçün fantastik göstərici kimi görünməsə də, əslində segment üçün normaldır. Uyğun adapter başlığı da qutusunda yer alır. Əlavə pul verib almağa ehtiyac qalmır. Tək mənfisi naqilsiz enerji yığma dəstəyinin olmaması ola bilər ki, mən ən azından 25 watt gözləyirdim bu tərəfdə, amma bunu da qiymətinə və segmentinə bağışlamaq olar deyə düşünürəm. Texniki tərəfə sistemlə başlayaq. Smartfon qutusundan Android 16 və macOS-in son versiyası ilə çıxır. Şirkət smartfonu üçün nə az nə çox düz 6 il yenilənmə siyasətini təklif edir. Yəni azı Android 22-yə qədər smartfon yenilənmə alacaq. Bu təbii ki, olduğu qiymət segmenti üçün kifayət qədər iddialı təklifdir və bu yanaşmanı təqdir eləmək olar. 256 GB-lıq daxili yaddaşı isə SD kartla dəstəklənmir. Yəni nə varsa o, RAM tərəfində 8 GB-lıq fiziki və 8 GB-da genişləndirilə bilən RAM seçimi var. Əsas məsələ prosesor. Bu il Honor 600 Lite Mediatek'in 6 nanometrlik arxitektura üzərində inşa olunan, hələ keçən ilin sonu təqdim olunmuş Dimensity 7100 Elite CPU-sundan güc alır. Əslində Elite olan variantı ilə bu cihazla bərabər martda təqdim olunubdur. Çünki sözgedən prosesor eyni ilə 7100-ün üzərində qurulmuş, lakin Elite sonluğu ilə Honor'un məhz bu cihazı üçün süni intellekt performansı və enerji səmərəliliyi optimallaşdırılmış xüsusi variantıdır. Əslində bu çip bazarda özünü 5G-ni və AI həllərini dəstəkləyən orta segment bir çip kimi mövqələndirir. Əsas rəqibi də Snapdragon 7S Gen 2 və Samsung'un Exynos 1480 prosesorlardır. Bu mənada bizimki Snapdragon 7S Gen 2 ilə başa-baş güc mübarizəsi aparsa da, kağız üzərində də olsa nanometr ölçüsünə görə rəqibinə uduzur. Amma bu 6 nanometrlik arxitekturaya baxmayaraq, Honor'un məhz bu çipi seçmə səbəbi 7100-ün effektiv enerji istifadə etməsi ilə daha az qızma yaratmasıdır. Oyun performansına gəlincə, səmimi olsam bu cihaz oyun smartfonu deyil, yəni mobil oyun həvəskarısınızsa diqqətinizi çəkməyə bilər. Lakin ara bir vaxt öldürmək üçün PUBG və digər oyunları oynamaq istəsəniz, orta qrafik sazlamalarda normal oyun təcrübəsi əldə etmək mümkündür. Məsələn, elə PUBG-ni axıcı qrafik ayarlarda rahat, donma tutulma yaşamadan 60 FPS-də oynaya bildim. Bu da mənim düşüncəmə görə segment üçün normal dəyərdir. Gələk kameralara. Cihazda biri ön, ikisi arxada olmaqla toplamda 3 kamera quraşdırılıbdır. Əsas kameramız 108, ultra geniş bucaqlı kamera isə 5 megapikseldir. Bu mənada 5 megapikselsdənsə ultra geniş bucaqlını qoymasalar da olardı. Çünki görüntü keyfiyyəti yalnız mükəmməl işıqlandırma olanda uğurlu olur. Əsas kamera isə kifayət qədər iş görəndir. Baxmayaraq ki, OIS dəstəyi yoxdur. Lakin f1.67 kimi aşağı diafraqma və avtofokusa sahibdir. 10 qata qədər rəqəmsal yaxınlaşdırma dəstəyi, normal portret və gecə görüntüləri var. Lakin müqayisə eləsək, Honor 400 Lite-dan bu yana dəyişən hər hansısa bir detal yoxdur. Eyni kameralar olduğu kimi saxlanılıbdır. Üstəlik kameraların hər biri 1080p 30 kadr saniyə sürətdən yuxarı video qeydi apara bilmir. Bu da video çəkməyi sevənlər üçün üzücü bir xəbər ola bilər. Öndə yerləşdirilən 16 megapiksellik kamerada 400 Lite-dan yadigardır, dəyişməyibdir. Amma tərəfsiz olsaq müxtəlif işıqlandırmalarda görüntü keyfiyyətinə pis demək olmaz. Uzun sözün qısası, bir ön və bir keyfiyyətdə arxa kamerası ilə şəkillər üçün yaxşı, videolar üçün isə sadə bir modeldir, Honor 600 Lite. Okey, bəs bu cihaz kamera üçün deyil, performans üçün deyil, bəs nə üçündür deyə sizdə bir sual yarandığını hiss edirəm, cavablandırım. Honor 600 Lite bu segmentdə 3 əsas istiqamətə fokuslanıb. 1 nömrəli məsələ premium dizayn, 2 uzun ömürlü batareya, 3 süni intellekt imkanları. Burada üçüncü məsələ çox önəmlidir, çünki Honor bu smartfonunu məhz AI fon olaraq bazarda mövqələndirir. Bu da təsadüfi deyil, çünki həm prosesoru, həm də daxilində olan yeni Magic OS sistemi buna imkan verir. Ən əvvəl onu deyim ki, Google'un təklif elədiyi Gemini funksiyonallıqları və Circle to Search bu cihazda aktivdir. Kilit düyməsini basıb saxlamaqla Gemini-yi, AI düyməsini basıb saxlamaqla da Circle to Search-ı işə salmaq olur. Amma mənim diqqətimi çəkən bir yenilik oldu ki, onu xüsusi olaraq deməliyəm. Bu AI Settings agentdir. Nə deməkdir, izah edeyim? Yəni telefonda olan sazlamaları təlimatlar vasitəsilə yazılı və səsli şəkildə idarə eləmək olur. Deyək ki, Bluetooth-u, hotspotu açıb bağlamaq, səsi artırıb azaltmaq və digər işləri icra eləmək lazımdırsa, bunu daxili süni intellektdə səslə və yazı ilə elətdirmək olur. Bu imkan bu il Samsung'un flagman seriyasında təqdim olunan xüsusiyyətlərlə çox bənzərdir. Bundan başqa, fotolarda istənilməyən detalları silmək, genişləndirmək, piksel keyfiyyətini artırmaq, istənilən detalı seçib çıxarmaq və xüsusi effektlər X8D modelində olduğu kimi 600 Lite-da da yer alır. Çünki bu sistem təminatı ilə çalışan
təməl süni intellekt alətləridir. Yekun olaraq yaxşı və incə dizayn, möhtəşəm dözümlü ekran, yüksək batareya həcmi və süni intellekt həlləri Honor 600 Lite üçün əsas önə çıxan detallardır. Orta performans və segmentdə rəqiblərindən qismən geridə qalan kamera və video performansı isə qiymətinə görə kəsilən detallar ola bilər. Təbii ki, bu mənim şəxsi və tərəfsiz fikirlərimdir. Ona görə düşünürəm ki, bu cihaz daha çox yaxşı dizayn və yüksək batareya ömrü axtaran istifadəçilər üçün uyğun modeldir. Son söz isə sizdədir. Siz yeni 600 Lite modelini bəyəndinizmi? Sizcə bu cihaza 750 manat verməyə dəyərmi? Rəy bölməsində fikirlərinizi mənimlə bölüşün. Əgər videonu faydalı bildinizsə, kanalımıza abunə olmağı unutmayın.